Laza kəndi dəniz səviyyəsindən 1300 metr yüksəklikdə olan dağ çökəkliyində yerləşir və buranı çox gözəl mənzərə əhatə edir. Eyni zamanda burada çoxlu şəlalələr var. Laza kəndi iki hissədən ibarətdir. İkinci hissə Qəbələ rayonunda yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri Qəbələ rayonuna köçərək özlərinə yeni məskən salıblar və yeni yerlərini Laza adlandırıblar. Laza kəndi turizm baxımından çox cəlb edicidir. Belə ki, təbiət yürüyüşlərini sevənlər üçün bu məkan əvəz olunmazdır. Mənim macəram layihəsinin məqsədi ekologiyaya maraq artırmaqdır. Eyni zamanda dağçılıq, alpinizm, ekstremal idman növləri və təbiət yürüyüşləri kimi sağlam fəaliyyət növlərini təbliğ etməkdir. Azərbaycanın ekstremal bölgələrinə səyahət edərək oradan sağ-salamat çıxmağın yollarını və düzgün texniki qaydalarını sizinlə bölüşdürük. Və bugünkü buraxılışda Qusarın Laza və Kuzun kəndləri arasında dağlıq və meşəlik marşrut üzrə təxminən 10-12 kilometrlik yolda macəram olacaq. Qolumu açdım, sol qol getdi yuxarı, sağ ayaq bayaq qeyd elədiyim kimi diz bu qədər yuxarı yox, az, balaca adımlarla deməli diz qalxır yuxarı və ayağınızı vuranda çalışırsınız, pəncə biraz yuxarı, taban aşağı bu formada vurursunuz ki 4 dənə diş sizi buza vurub saxlasın və ilişsin. Hər vaxtınız xeyir olsun, xoş gördük. Mənə ləzgi çörəyi lazımdır. Yolunuz haradır qardaş? Laza Kuzun marşrutla istəyirəm Lazadan girim, o ekstremal marşrutla Kuzuna qədər gedim. Amma Uğurlar sizə. çox sağ olun. Yəqin ki, həmin marşrutdan istifadə eləmişsiniz. Əlbəttə. Tövsiyələriniz nə olar? Nəyə məsləhət görərsiniz mənə? Nə məsləhət görərsiniz? Bu yolda məni nə gözləyir? Sizə orada çətinliklər gözləyir. Sağ olun qardaş. Hələlik. Və beləliklə gəldik çatdıq Laza Kuzun marşrutunun start nöqtəsinə. Mənim macəram başladı. Əziz dostlar, indi isə mən sizə ayaqqabı ipinin bağlanması qaydasından danışacağım. Məsələn, ilk növbədə biz nə etməliyik? Bu tip ayaqqabıları geyinərkən bu ipin düzgün bağlanma qaydasını sizə izah edəcəm. İlk növbədə biz bu ayaqqabını, ipini sıxmalıyıq. Boş olmamalıdır. Və gətiririk, burada bir dənə də düyüm vururuq. Və daha sonra bu formada bunu bağlayırıq. Əgər siz üzü yuxarı qalxırsınızsa, bu ayaqqabı bu formada bağlanmalıdır. Yox, əgər siz üzü aşağı düşürsünüzsə, o ayaqqabı gətirilir buradan və bu cür bağlanılır. Məsələn, bizim yolumuz yoxuşludur. Ona görə də biz ayaqqabımızın ipini bu formada bağlayacağıq. Gətiririk bura
və bura qədər. Əgər sual yaranırsa, niyə biz bunu bu formada bağlayırıq? Və nəzərə alsaq ki, yolumuz yoxuşdur, yəni üzü yuxarı qalxacağıq və bu kimi yollarda əgər ipi bura qədər bağlasaq və sıxsaq, ayaqqabı sıxıldıqca qan dövranı zəifləyir və bu da bizə mənfi təsir göstərə bilər. Ona görə də üzü yuxarı qalxacağınız yollarda ayaqqabı ipini bu formada bağlamağınız məsləhətdir. Laza-Kuzum marşrutu bu dağların, gözəl mənzərənin əhatəsində davam eləyir. Yuxarıdan üzü aşağıya doğru, əgər Lazadan gəlirsinizsə, bu formada davam eləyir, düşür çaya doğru, o qismən meşəli ərazidən keçərək üzü Kuzuna doğru getmək olur. Və hələ də çətin şərait olsa da, qar var, yollar sürüşkəndir. Amma buna baxmayaraq, yenə də yolumuza davam eləyəcəyik. Burada ekburun ağacı var, amma ki şaxta vurub hamısı pis formadadır. Mən çalışacağım ümumiyyətlə bu ərazidə gecəni qalmayayım. Bu arada operatorum sürüşdü, yıxıldı, amma yenə də işinə davam eləyir. Bu çətin hava şəraitində çəkilişləri davam elədiyinə görə hava gah qar yağır, gah gün çıxır. Və eyni zamanda burada 10, 14, gecələr isə 20 dərəcəyə qədər şaxta olur. Belə bir vəziyyətdə burada gecəni qalmaq istəmirəm və mümkün qədər çalışacağam ki, tez bir zamanda macəramı bitirim, Kuzun kəndinə çatım. Və beləliklə Kuzun kəndinə 5 kilometr yol qalıb. Saatla isə təxminən 2 saata çatmaq olar. Hündürlük 1540 metr. İstiqamət bu cürdür. Biz artıq çayın yanına çatırıq. Enişli yollar demək olar artıq bitir. İndi isə bu istiqamətdə Kuzuna doğru yolumuza davam edəcəyik. Belə təbiət yürüyüşləri edərkən ən əsas geyiminiz qaydasında olmalıdır. Və nəzərə alsaq ki, qarlı havada siz bu təbiət yürüyüşünü eləyirsiniz, birinci növbədə ayaqqabınız qaydasında olmalıdır. Altı bərk olmalıdır, suya davamlı olmalıdır. Çünki ayaqqabınız islanacaq. Belə bir yerdə corabınızın da, ayağınızın da islanmağı sizin sağlamlığınız üçün təhlükə yaradacaq. Eyni zamanda da siz bu yürüyüşdən zövq ala bilməyəcəksiniz. Ona görə də İlk növbədə ayaqqabı seçimini düzgün etməlisiniz. Və şalvarınız wind stopper deyirlər. Yəni küləyə və yağışa davamlı olmalıdır. Yəni küləyə və suya davamlı olmalıdır. Çünki belə bir şəraitdə də islana bilərsiniz, qar yağışı ola bilər və yaxud yağış yağa bilər. Əgər şalvarınız su keçirməzdirsə və külək keçirməzdirsə, bu deməkdir ki, siz bu yürüyüşdən zövq ala bilərsiniz. Və yaxşı olar ki, şalvarın havalandırma sistemi də olsun. Belə olarsa çox gözəl. Çünki küləyə qarşı olduğuna görə hava keçirmir və bu da tərləməyə səbəb ola bilər. Amma havalandırması varsa artıq belə problem olmayacaq. Və gödəkçə seçimini də eyni zamanda küləyə və suya davamlı olmalıdır. Və mən bugünkü geyimim də bu cür olduğuna görə mən bu yürüyüşdə o qədər də çətinlik çəkmirəm paltar baxımından və çalışıram bu yürüyüşümdən zövq ala bilim. Və sizə də məsləhətim, tövsiyəm odur ki, bu kimi yerlərdə yürüyüş edərkən bu məqamlara diqqət etməyiniz vacibdir. Və yürüyüş çubuqları da olmalıdır. Amma mən bugün onları götürməmişəm. İstəyirdim təbiətdən bir ağac tapım
dədə-baba üsulunla özümə yürüyüş çubuqları düzəldim. Əgər imkan olsa eləyəcəyəm. Olmasa biz çətini sevdiyimizə görə, macəra axtarışında olduğumuza görə yolumuza bu cür davam edəcəyik. Çox gözəl, mənzərəli bir yerdəyik. Kanyon deyilən dağların ətəyində, çayın kənarındayıq. Və sırf buralarda biraz ağaclar var, meşəlik bir ərazidir. İstəyirəm normal bir ağac tapım, ondan özümə yürüyüş çubuqları düzəldim. Yoxlayaq görək alınacaqmı? Belə bir mişarım var. Bu belə. Aha. Bu əla. Bu biri. Qoyuram bura. Düzdür, biri biraz balacadır. Amma yenə də işimə yaraya bilər. Yaxşı olardı. Təmiz olsun. Çalışacağım bu əl tutulan yerlər təmiz olsun. Allah. Bu yaxşıdır. Yürüyüş çubuqlarım artıq hazırdır. İndi isə onu sınaqdan keçirməyin vaxtıdır. Yürüyüş çubuqları xüsusilə uzun məsafəli yürüyüşlər və dağlarda edilən alpinizm fəaliyyətləri üçün vacib bir avadanlıqdır. Onların istifadəsi bir çox üstünlük təmin edir və həm yeni başlayanlar, həm də peşəkar yürüyüşçülər tərəfindən geniş şəkildə tövsiyə edilir. Yürüyüş çubuqlarının üstünlükləri bunlardır. Balansı artırır,
oynaqlara düşən təzyiqi azaldır, enerji qənaəti və əlavə təhlükəsizliyi təmin edir, yükün bərabər paylanmasını və tempi artırır, ətraf mühitlə qarşılıqlı əlaqəni asanlaşdırır və bədənin daha çox işləməsinə şərait yaradır. Yürüyüş çubuqları yalnız rahatlıq üçün deyil, həm də sağlamlığınızı və təhlükəsizliyinizi qorumaq üçün əvəz edilməzdir. Onlar yürüyüş təcrübənizi həm daha asan, həm daha zövqlü hala gətirir. İstəyirəm burada fasilə eləyim və biraz dincimi alım. Həmin o ləzgi çörəyindən dadım. Daha sonra yola davam eləyərəm. Çörək çox soyuqdur. Ocaq qala bilsəydim, bunu istərdim, qızdırardım. Daha ləzzətli olardı. Mənə bir yaxına da şükür. Sizdən nə xoş. İndi isə səfərimizin finiş nöqtəsi Kuzun kəndindəyik. Kəndin 500-dən çox yaşı var. Və bugünkü yürüyüşümüzün əsas məqsədi Laza və Kuzun kəndləri arasında olan dağlıq, meşəlik bir ərazidə, əsasən hiking deyilən bir təbiət yürüyüşü marşrutu var və biz də oradan istifadə elədik. Eyni zamanda çayın kənarından keçdik, meşə gördük və çoxlu enişli, yoxuşlu yollardan keçdik. Bir çox təbiət sevərlərin, ekstrem sevərlərin ən çox istifadə elədiyi və sevdiyi yollardan biri idi. Təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq.